Oruç tutan Sumqayıt sakinləri sərfəli iftar menyusu axtarırsa, bu videoya diqqətlə baxsın. Mən onlara maraqlı ikram menyusu göstərim. Bundan əksər Sumqayıtlıların xəbəri yoxdur. Xurmadır, sudur, salatdır, çörəkdir və suplar. İftarını açanlar üçün bunların hamısı ikram olur, yəni pulsuz. Bəli, bu iftar yox, ikram menyusudur. Əgər misafirə iftar açmağa gəlsəz, sifarişləriniz bir yana bunlar hesaba vurulmur, yəni ikram olunur. Misafirin bu filialında ilk dəfə qonaq olduq. Mən gözəlliyə bax. Məkanda əvvəlcə farel balığının dadına baxdıq. Əslində mən bunu quru və xırt-xırt gözləyirdim, amma burada fareli xeyli yumşaq hazırlamışdılar. Əvəzində çox gözəl marinə edilmişdi. Nə yalan deyim, bəyəndik. Sonra kababları yoxladıq. Qiyməti 3-10 manat arasında dəyişir. Ətin bu bahalaşan vaxtında münasib saymaq olar. Kabablara da söz yox, yeyənlər bilir. Antrikot ustası Çingiz yedikcə ləzzətdən bihuş olmuşdu. Deyir, kaş misafirin Xırdalanda da bir filialı açılaydı. Bu misafirin məşhur güvəcdə can əti. Bu tərəvəzli şabalıdlı çox ləzzətli bir yeməkdir. Bir porsiyası 18 manatdır. Təkcə buna görə Sumqayıtın o başından bu başına gələnlər var. Misafirin münasib banket zalları və qəşəng səliqəli kabinetləri var. Burada ad günləri və digər şad günləri qeyd etmək mümkündür. Deyərdim ki, Sumqayıtın ən səviyyəli məkanlarından biridir. Sumqayıtda yaşayanlar yadda saxlayıb buranı yoxlaya bilər. Allah orucunuzu qəbul eləsin. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.